Bu həyatda körpə uşaqlar üçün ən çətin sınaqlardan biri analarının ağır xəstəlikdən əziyyət çəkməsidir. Elə İmir kəndində yaşayan bu iki körpə balanın taleyi kimi, onların 27 yaşlı gənc anası Elmira Bayramova xərçəng xəstəliyindən əziyyət çəkir. Həkimlər onun davamlı müalicə almalı olduğunu bildirirlər. Hazırda onun ailəsi isə müalicəni davam etdirməkdə çətinlik çəkir. Bu səbəbdən də mərhəmətli xalqımızdan kömək istəyirlər. Gəlimin xəstəliyi rak xəstəliyidir. Bu təzəlikdə baş verdi. Bir ay olar həkimlər yanına gedirdik. Bu analizin axırıncı cavabında buna dedilər ki, budur dərdin. Sənə küllü miqdarda pul lazımdır müalicəsi üçün. Bunun da ki, qohum qardaşı sağ olsun, birinci müalicəsində 12.000 lari tapdıq, düzəltdik. İndən belə 3 həftədən beri gedilən müalicəsi 9.000 laridir. Onu heç cürə biz eləyə bilmərik. 2 il davamlıdır. Mən də artıq dərəcədə bütün xalqımla, dövlətimlə dəstək istəyirəm. Mənim gəlinimə, körpə balalarına kömək olsunlar. Böyük oğlu diabet xəstəsidir, 2 ildir. Körpə balası da yenə xəstədir, başında problemi var. Bunları heç cürə biz qarşılaya bilmərik. Mən öz millətimlə yenə deyirəm, öz elimlə, günümlə, bütün qohum qardaşdan dəstək istəyirəm. Kimin nəyə gücü çatır, mənim gəlinimə köməklik eləsin. Bizim kızımızdır, o da bizim balamızdır. Ben elimizden, obamızdan, ne bileyim ben, herkesten dəstək istəyirik ki, yani bu cavan gəlindir, Elmira Bayramova. İki körpə balası var, yani balası da solundu, iğne, ona da ömür boyu iğne vurulur o körpəyə də. Yani bu, istəyirik ki, buna hamı dəstək olsun ki, bu cavan gəlin balamız o yaxşı olsun, yaşasın. Bismillahirrahmanirrahim. Biz də bu ailədə olduq, ailənin vəziyyətindən yaxından tanış olduq və doğrudan da çətin bir vəziyyətdir və deyə bilərik ki, bir ailənin altından qalxa bilməyəcəyi bir yükdür, məbləğ böyük olduğu üçün. Belə məqamda bütün müsəlmanlara, bütün hər bir kəsin boynuna düşən budur ki, hər kəs əlindən gəldiyi qədər yardım eləyər. Mübarək aylardayıq, Peyğəmbərimiz buyurur, bir müsəlmanın dərdinə şərik olan, bir müsəlmanın hüzünü və qəmini ondan uzaqlaşdıran insan məqamını Allah qiyamətdə uca eləyər, peyğəmbərlərlə bir yerdə eləyər. Bugün bu ailənin hüzünü və dərdi qəmi bu cavan ananın hazırki xəstəliyinə dəva olmaqdır. İki körpə uşaq və bir cavan ananın həyatı burada əsas mövzu budur və hər kəs inşallah əlindən gələni eləsə, düşünürəm ki, bunun öhdəsindən də gələrik bir el olaraq. Dəyərli tamaşaçılarımız, hazırda Ramazan ayının son günlərini yaşayırıq. Bu ayda zəkat və ehsan vermək ən savab əməllərdən sayılır. Gəlin elə indi öz zəkatımızla bu gənc xanıma dəstək olaq ki, ayaqda qalaraq körpə balalarını böyüdə bilsin. Ekranda gördüyünüz bank hesablarına istədiyiniz məbləği köçürə bilərsiniz. Allah hər birinizdən razı olsun.